Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə şokoladlı topların hazırlanmasını göstərirəm. Öncə peçenyeləri üyüdürük. Üzərinə karamel, şəkər pudrası, ərinmiş yağ, üyüdülmüş qoz əlavə eləyib yoğururuq. Hazırladığımız qarışımı soyuducuda 10 dəqiqə saxlayırıq və qarışımı hissələrə bölüb 26 qramlıq kündələr tuturuq. Yumrulayıb balaca toplar düzəldib soyuducuda bərkiməsi üçün 15-20 dəqiqə saxlayırıq. Qab götürürük, şokoladları əlimizlə qırıb mikrodalğada əridirik. Ardından topları bir-biri götürüb şokolada batırıb, yağlı kağızın üzərinə yerləşdirib, qoz ləpəsindən üstünə səpirik. Ürəyiniz şirniyyat istəyərsə, ən asan, rahat şokoladlı toplar hazırlayıb çay ilə nuş edin. Əminəm ki, bu resepti bəyənəcəksiniz.